Nə deyirsiniz? Birlikdə ən asan yeni il dekorunu hazırlayaq. Bunun üçün bizə lazımdır 2 tərəfli skoç, lent, alışqan və qayçı. Lentdən 48-50 sm uzunluğunda parçalar kəsirik. İndi bunlardan bantiklər hazırlayacağıq. Bundan saxlayırıq. Bu barmaqdan gətirib fırladıb altdan salırıq. Buradan salanda buradan çıxır. Və belə keçiririk. Mən iki tərəfi də eyni lent seçmişəm ki, tərs düz problemi olmasın. Yəni də belə üsulu var. İki barmaqdan gətirib buradan aşağıdan salırıq. Bunun altından çıxardırıq. Sonra yenə bayaqki kimi belə. İki tərəfli skoçdan hissələr kəsib bantikin arxa tərəfinə yapışdırırıq. Hazırladığımız bantikləri də pərdəyə yapışdırırıq. Ümid edirəm ki, qopardanda skoçun izi qalmayacaq. Bu da bitmiş halı. Sizcə necə oldu?